أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وبشر الذين آمنوا وعملوا الصالحات أن لهم جنات تجري من تحتها الأنهار كلما رزقوا منها من ثمرة رزقا قالوا هذا الذي رزقنا ولهم فيها أزواج مطهرة وهم فيها خالدون. صدق الله العلي العظيم. Kaş sen onları bir qorxduqları zaman görəydin. Artıq qaçıb can qurtarmağa heç bir imkan yox. Özləri də yaxın bir yerdə yaxalanmışlar.
Təəccüb edirəm o şəxslərə ki, ölüləri görür, amma ölümü yaddan çıxarıb. Ölüm üçün hazırlaşın. Əgər ondan qaçmaq istəsəz, o sizi tapacaq. Əgər öz yerinizdə dayansaz, sizi tutacaq. Əgər yaddan çıxarsaz, o sizi unutmayacaq və kölgə kimi daim sizin ömrünüzü izləyəcək. Bir-birimizlə ünsiyyətdə olmayan qonşularıq. Elə qonşularıq ki, biri-birinin görüşünə getmirik. Gedənləri ki, bizim intizarımızı çəkən yoxdur. Biz hamımız bir yerdə olsaq belə tənhayıq. Torpaq bizi özünə cəzb etdi. Ət və sümüyümüzü yedi. Qanımızı içdi. Qəbirlərdən çıxıb canımızı qurtarmaq əvəzinə hərəkətsiz yerin altında gizlənmişik. Məni hara aparırsınız? Mən ölməmişəm, dayanın. Məni qoyub getməyin. Məni burada tək qoymayın. Axı mənim taqətim yoxdur. Niyə məni eşitmirsiniz? Niyə bunlar bu cür tələsirlər? Axı bu nə işdir bunlar görürlər? Biraz yavaş. Tələsməyin. Nə xəbərdir? Hacı Hüseynin qəbri 20 il bundan qabaq rəhmət edib. Hələ də oradadır. Gedim qəbrə baxım. Bu Həsən ağanın qəbridir. Bir neçə gün bundan qabaq rəhmət etmişdi. Qarnı para-para olub. Qulaqlarından həşərat çıxır. Yəni bir neçə gündən sonra da mənim başıma bu əhvalat gələcək. Camaat, görürsünüz necə o nazlı bədənlər çürüyüb aradan gedib? Görürsüz o gözlər ki, sürmə ilə dolmaq əvəzinə torpaqlarla dolub. O dil ki, saatlarla danışırdı, tikə-tikə olub. Görürsüz necə təslim olublar?
میبینی؟ نه نمیبینی. Görürsüz, yox, görmürsüz. Necə ki mən görmürdüm. شما رفته و آرزوهای فریبنده جای آن را گرفته است. İman sizin qəlbinizdən çıxıb, alladıcı arzular onun yerini tutub. ای خدا، Ey Allah, من تموم شد. mənim dünyam qurtardı. Mən ölmüşəm. به من رگو من غریبم Biraz yavaş. آرومتر منو بزن. Aram məni yerə qoyun. به من رگو در موقع مرگم در موقعی که غم و حسرت وجودم رو میگیره ابکی لذیق لحظی گریه میکنم برا تنگی قبر و لحدم دیدید یه وری آدم رو میخوابونم سمت راست بعد یکی میره یه مقدار خاکا رو میذاره زیر سر میت یه مقدار خاکا رو میریزه آروم رو صورتش یعنی دیدی حرف اینه دیدی بینید به خاک مالیده شد اینقدرم غرور واویلا عبد الله هل أنت على العهد الذي صارت عليه من شهادة الله إله إلا الله وحده لا شريك له وأن محمد صلى الله عليه وآله غفر لعلي وحشتي وفي القبر وحدتي وزادي جد خاك من ترابي Yox, yox. Ey mənim Allahım, qorxuram, yox. Yox, ey Allah, mənə rəhm elə. کجا میری؟ Hara gedirlər? Məni tək qoymayın. من از تنهایی میترسم. Mən təklikdən qorxuram. Səbr edin. Məni tək qoymayın. Necə dəhşətli bir mənzildir. Mənə rəhm elə.
Senin Allah'ın kimdir? Benim Allah'ım o yegane Allah'tır ki ondan başka Allah yoktur. Bağışlayan ve mehribandır. پیامبر من محمد ابن عبدالله Senin peygamberin kimdir? Peygamberin Muhammed İbni Abdullah'dır. مولای من Benim Mevlam Ali İbni Abi Talib. تو کیستی؟ Sen kimsən? آرام باش که من Sakit ol. Mən sənin dost və rəfiqinəm. Mənim dostum. اگر واقعا دوست منی Əgər sən həqiqətən mənim dostumsansa, mənimlə birgə gəl. همان روزهایی که تو در دنیا با من Təəssüflər olsun o günlər ki, sən mənimlə idin dünyada. مهم و خطرناک Mən o müddəti ola bilərəm ondan artıq من میروم ki, sən mənimlə birgə deyildin. Sənə kömək etməyəcəm. Xudahafiz. تمام اعضایش را فرو بکشید خدای من Ey mənim Allahım, چه میخواد بکنن؟ bunlar nə etmək istəyir? باید خود را به خواب بزنم Gərək özümü yoxluğa vuram ki, başa düşməsinlər mənə oyağam. دستهایش را فرو بکشید تمام اعضایش را فرو بکشید آنچه که از ریز و درشت انجام داده است همه را ثبت Bütün xırda və böyük əməllərini yazın, qeyd edin. قلبش را فرو بکشید زبانش را فرو بکشید گوشه سفرش را برون کوره پشتیش بگذارید تا با خود ببرد Səfər azuqəsini yanında qoy aparsın özü ilə. نامه عملش را به گردنش آویزان کنید تا در آخر Namə کار əməlini جزا boynunun asın. استفاده شود Cəza günü ondan istifadə olunacaq. چنان تو را در این آهنهای هفت جوش Səni bu qızmış dəmirlər içində elə əzab verər ki, birinci anadan qəbul elədiyin südü qaytarasan. های بیهود بزنم برخیز که تمام دردها Qalx ki, bütün dərdlər hamısı qurtardı. من توشه سفر تو را کم میبینم Mən sənin səfər azıqı və az görürəm. اینجا معطل باش شاید از طرف دوستانت چیزی برایت برسد Sən biraz burada gözdə ola bilsin, dostların tərəfindən sənə bir şey yollayalar. از سلطان دنیا و دین بگیرم اگر از طرف دوستان و خانوادت خبری نشد Əgər dostlar və ailə tərəfindən bir xəbər olmasa, تا شاید طلب رحمت و مغفرت کنند gec cümə axşamı evlərinə ola bilsin sənin üçün rəhmət və məğfirət diləyələr. حاصل عمر برآورده همایل بختم اینک خواب هزاران خرمنی که گرد کرده
نشد رنج و عذاب ظاهرا که هیچ خبری نیست. Elə bilə heç xəbər yoxdur. من رو فراموش کردم. باید به صورت Yəni yaddan çıxarıblar. Gərək quş şəklində gedəm evə. برایم چیزی بفرستن. Ola bilsin cümə axşam mənim üçün nəsə yollayalar. چرا یک فقیر هم در Niyə بین axı bir آنها fəqir yoxdur bunların arasında? معلوم می شود به فکر آبروی Məlum olur خودشان ki, bunlar هستند. öz abırlarının fikrindədirlər. میهمانانم ظاهرا به خاطر خوردن آمدند. Qonaqlar da elə bil yeməyə gəliblər. چون حتی یک قطره اشک هم برای Çünki امام bir حسین در damla جماعت ریخته نشد. göz yaşı hətta İmam Hüseyin xatirə axırmırlar. پسرم که گریه می کند به خاطر Oğlum خودش da که بی ağlayır. سرپرست شده گریه می کند. Özünə görə. Ona görə ki, başsız qalıb. چقدر صحنه دردناکی است. Nə qədər dərdli bir səhnədir. چون کسی به فکر من نیست. Mən gərək qaydam, çünki heç kəs mənim fikrimdə deyil. سلام هادی. Salam Hadi. Aleykümselam. این سیب ها از کجا آمده است؟ بنده Olmalar hardandır? اینجا عبور میکردم وقتی Bir nəfər bu رسید برای kənardan keçirdi, sənin üçün Fatih oxudu. Bu da onların nəqd xasiyyətidir. خدا او را رحمت Allahın rəhməti bu cür zuhur etmişdir. حالا فهمیدم که چقدر اعمال ما در İndi دنیا başa برای düşdüm ki, اموات dünyada olan مؤثر əməllərimizin nə qədər təsiri vardır. اما ما در دنیا به سهلنگاری از آن می‌گذشتیم. Amma dünyada səhlənkarlıqla onlara yanaşmışdım. دوست من خبری ای منم دوستم. که وقتی بشنوی از خوشحالی Sənin sən elə bir xəbəri varmı ki, əgər onu eşitsin, که حضرت کانادا ابوالفضل چه بسارسن؟ علیه السلام به سفارش پدرش علی ابن ابی طالب و چند تن از Həzrəti امامزادگان و Əbülfəzl بزرگانی که در Abbas نماز شب برای atasının آنها sifarişi ilə و یا بر سر gəlib مزار sənin آنها görüş və فاتحه sənin خواندی، ürəyini شنیدن sakitləşdirməyə مهارت در پیش گرفته ای. در این لحظات حساس میخواهند və eşidiblər ki, sən axirət səfərinə çıxmağa hazırlaşırsan, gələ bilər sənə baş çəksinlər. خدایا Ey mənim Allahım, axı məndə hardadır bu qabiliyyət? منو این سعادت Bu nə böyük saadətdir. آن که در جلو ایستاده است حضرت ابوالفضل العباس Ki است. öndə dayanıb Həzrəti حبیب ابن Əbülfəzl مظاهر و Abbasdır. دیگران هم هستند. Həbib ibn این Məzahir دیدار və فقط به digərləri خاطر oldu. دلگرمی و تشویق تا است. Görüş yalnız کمک sənin و ürəyi دادرسی ələ آنها almaq از üçündür. شیعیان در آخر کار است. Onların köməyi və آنها dağda çatmağı آمدند تا تو ancaq از رستگاری آخرت خویش günü مایوس üçündür. نشوی و برای Onlar gəliblər حرکت ki, sənin دلگرم gələcək شوی. saadətindən səni تا məyus لحظاتی eləməsinlər. دیگر باید از مراحل سختی بگذری. Hazırlaş hələ. مراحلی که برای Bundan sonra گناهکاران gərək çətin bir سخت و mərhələləri حساس keçəsən. است. Onlar ki, çox taqət istəyir. منو تنها نذاری رو دلم پا نذاری منو تنها نذاری رو دلم پا نذاری
وقت رفتن آقا جون نوکر تو جا نذاری جا نذاری. Dostum, باید gərək özünü hərəkət üçün hazırlayasan. و نیاز به توشه بیشتری. Sənin daha çox azqaya من ehtiyacın var. دوباره نزد خانوادم Mən نمیرم. ikinci dəfə də ailəmin yanına گرچه به getməyəcəm. اسم من کارهایی میکنم Düzdür, mənim Amma adıma mən işlər az görürlər. xeyirxahi anha Amma məyusam. mən onların xeyirxahlığından و رفتن məyusam. من جز اینکه بر قصه و اندوه من Ancaq بیافزاید mənim هیچ qəm چیزی qüssəmin من artmağından başqa جلوتر bir از şey تو به olmur. منزل چهارم میروم. Mən شما هم بعد از 4-cü mənzilə gedirəm, در sən də منزل mənim چهارم dalımca یکدیگر gələrsən. را خواهیم دید. Orada من görüşəcəyik. میخواهم با تو باشم. Amma mən istəyirəm səninlə در gedəm. دنیا این 3 سال من با تو Dünyada نبودم. bu 3 و il این mən səninlə کوتاهی از olmamışam. جانب خود تو هست. Ona خودت را görə سرزنش get کن. özünü danla. الهی به امید تو. خیلی میترسم. Çox qorxuram. ای کاش رفیقی داشتم. Ey kaş bir rəfiqim olardı. Mənimlə bircə gələrdi. خدا رو شکر. İlahi sənə بالاخره çox یه şükür. تجارت میآید. Axır ki bir nəfər gəlir. Gedirəm. از رفقا Dostlardandır. نمیگذارم که آب خوش از گلویت Qoymayacam quru su boğazından keçsin. Salam. Aleykum. کجا میخواهید بروید؟ Hara getmək istəyirsən? بروی. Hara sən getsən? و حالا بگو اسمت چیست؟ اسمم جهالت İndi görüm adı nədir? و شغلم خاص İsmim cəhalətdir. Fitnə etməkdir işim. Qorxma. من تشنه شدم. در این نزدیکی Mən suslanmışam. Bu نمیدانم yaxınlarda su چه var. میدانی؟ Bilmirəm. همینقدر میدانم که همچو سایه Həmən qədir bilirəm ki, راه تو بودم و از تو جدا əvvəldən axıra kimi səninlə olmuşam. خداوند به تو توفیقی دهد که از من جدا Məgər ki Allah sənə tövfiq versin. Mən səndən ayrı düşəm. خدایا رحمی کن. İlahi özün rəhm elə. چقدر آهسته را میروی تو Nə qədər yavaş gedirsən. اگر در وسط جاده حرکت کنی این جانوران آسیب Əgər yolun ortasından getsən, bu canlılar sənə bir xətər زمین yetirməyəcək. ته دره همواره است اما من دوست دارم از بالای کوه بروم. Aşağıda dərələr var, amma mən istəyirəm yuxarılarla gedəm, dağın yuxarı hissələrlə gedəm. علاوه بر آن از Bizim işimiz burada çətindir. اطراف را تماشا کنید Yuxarıdan yaxşı gedə bilərsən. Bəli. درست است. برویم.
Düzdür, gedək. بدبخت نمیداند این تصمیم او به خاطر این است که در جوانی Bədbəxt bilmir hardan geçsin. نمیداند چه بلایی بر سرش میآید. Çünkü dünyada özünü yuxarı tuturdu. Gedə bilməyəcək. ای ملعون Ey məlum, بلندی عجب تماشا و سیاحتی کرده bu ucalıqda əcəb tamaşa və səyahət edirdim. در رفته بودیم Kaş dərənin dibi ilə gedərdik. Hər kəs təkəbbürlü etsə, و هر کس که برتری طلبد Allah onu alçaldacaq. او را به خاک میماند. Və hər kəs özünü üstün tutsa, Allah onun burnunu yerə sürdəcək. عمل نکردید. پس Siz bunların hamısını oxudunuz, amma əməl etmədiniz. Bunlar hamısı sizin haqqınızdır. بهتر است که از ته دره برویم. Yaxşıdır ki, dərənin dibi ilə gedək. Ey Hacı, haradasan, kaş mənim halımı görərdin. بعد از این Sən ki, که dünyadan qovulandan sonra Hadinin əlindən sənin üçün nə iş gələcək? الحمدلله زخمای بدنم Elhamdülillah, bədənimin yaraları yaxşılaşır. سلام علیکم. Selamun aleyküm. Aleyküm selam. در راه بر تو چه گذشت؟ Yolda sənə necə keçdi? اگر بدی هم بود با دیدن Elhamdülillah, اما چند əgər نفر pisliklər من oldu, و سیاهانشان hamısı ötüb keçdi. البته سیاهمن هم خیلی مرا وسوسه می‌کرد. Əlbəttə mənim qaralığım mənə çox vəsvəsəli eləyirdi. و از من عقب Onun sözünə qulaq دیگر asmadım. به من نمی‌رسد. İnşallah daha mənə yetişməyəcək. از ما دست بردار نیستند و در Çox təəssüflər olsun ki, onlar bizdən əl çəkməyəcək. ما بدون اسلحه چگونه با آنها بجنگیم؟ Biz silahsız necə onlarla döyüşək? اسلحه آماده کرده باشیم حتما Əgər dünyada silah hazırlasaydıq, اما اگر سلاح onlar bizim dadımıza yetişərdi. نمیدانم چه Əgər silah hazırlaya bilməsək, nə edə biləcəyik? الحمدلله. Elhamdülillah. الحمد لله Elhamdülillah bil alemin. برویم استراحت کنیم که صبح زود باید Gedək istirahət edək. Gərək sonra hərəkət edək. اینجا شهر محبت است و آنهایی که در Bura محبت məhəbbət اهل şəhridir. بیت علیکم السلام به سرحد عشق Onlar رسیدند. ki, qəlblərində əhl-i beyt məhəbbəti دوستی vardı. علی علیه السلام حسنه است که هیچ گناه Əli əleyhissalamı dost tuturlar. Bunlar bu diyardan keçə bilərlər.
حتما سیاه دوباره به سراغم خواهد آمد. Mütləq o siyah mənim dalımca gələcək. باشم دوباره گولش را نخورم. Gərək ehtiyatlı olam, təzədən onu allanmayam. صبر کن. کجا؟ Səbr elə. راه از این طرف. Hara gedirsən? Yol bu yandandır. Qayıt. بیا. روش و Gəl. در مخالفت کردن با اوست. پس مستقیم میروم. Bəs mənim işim onun müxalifəsini etməkdir, gərək düz gedəm. Qayıt. خدا لعنتت کند. Allah səni lənət etsin. آبادی Abadi, abadlıq. چهارم است. هادی هم 4-cü mənzildir. منزل او را ببینم. Bəs mənə vədə vermişdi ki, onu orada görəcəm. پس هادی کجاست؟ Bəs Hadi hardadır? هادی Hadi. چون سرام دولت شبهای وست بگذرد دوران هجران نیز هم بگذرد دوران هجران نیز امیدوارم که بر تو سخت نگذشته باشم. Ümid edirəm sənə çətin keçməsin. Allaha hər halda şükür edirəm. جهالت بود که در واقع از ناحیه خودم بود. Bütün qorxularım cəhalətimdən idi. Həqiqətdə hamısı özümdən idi. Səni görən kimi bütün dərdim yadımdan çıxdı. و درست بعد از این عذابهای شدیدتری خواهد بود که غالبا Hələ çətinliklər aradan getməyib. Bundan sonra böyük bir əzablar bizim intizarımızdadır. بعد از این از خود دفاع کنی فقط عصا و سپری خواهد بود. Əgər özü istəyirsən onlardan müdafiə eləyəsən, شب که شب جمعه است bunlar azdır. شاید Bu gecə ailəmin yanına get. Ola bilsin səni yad eləməklə sənə vasitələr istəyələr. من از O vasitələrlə ötüb keçəsən. چون ها بیشتر من onlardan məyusam. خودشان نگاه میکنن. Onlar ancaq öz şəxsi məsələləri haqqında fikirləşirlər. زود فراموش میکنن. و دل سرد Onlar ölülərini tez yaddan çıxarırlar. در هر صورت همکنون برخیز و برو Hər halda که معمولا gərək gedəsən. با رفتن تو یادی از تو می شود. Adətən خداوند عزیز sənin getməyinlə onlar səni xeyirlə yad eləyirlər. از تو یادی شود. Və Allah inşallah bunları səbəb qərar verər. میروم. Sənin azuqan çoxalar. Eyb yox, olsun, gedərəm. خدا پدرتان را بیامرزد. Allah sənə atağı bağışlasın. O sağlığında sənə çox diqqət edərdi. Heç vaxt sən az yatmazdın onun sağlığında. Allah onu bağışlasın. یعنی چی؟ اینها چرا وضعشون Yəni nə?
زمان حیات من Bunların niyə görə vəziyyəti bu cürdür? Axı mən sağ ikən bunların halı çox yaxşı idi. کسی به یاد آنها نیست. İndi amma ondan xəbər yoxdur. ظاهرا امور معاش آنها نیز مختل شده. Elə bil ki, bunların yaşayışı çox çətindir. مرده شدن. خدایا Uşaqlar necə soluxublar. من رحم کن. İlahi, bunlara rəhm elə. این اسب از کجا آمده است؟ Bu at hardan gəlmişdi? ایالت این را برای تو فرستاده. Sənin əyalın sənin üçün این yollayıb. رحمت حق است که به صورت Bu اسب در آمده. haqqın rəhmətidir ki, at halına بهترین düşüb. چیز در این منازل برای جلوگیری از پیاده روی Heç bir şey piyada getməyin qarşısına atdan başqa ala bilməz. دعای تو نیز در حق آنها مستجاب Sənin شده. duan da onun haqqında qəbul olub. آنها از این به بعد در رفاه و Onlar آسایش bundan هستند. sonra rahat həyat sürəcəklər. ببین رفتن تو چقدر باعث خیر شده. Gördün sənin getməyin nə qədər əsər qoydu? خود را آماده کن که وقت Özünü hazırla. Çətin bir mərhələlərə keçirik. هر جا که روی باز گرفتار منی. خیلی دقت کن. از این به بعد Çox diqqətli ol. هر لحظه امکان دارد ناگهان وارد سرزمینی از Hər an birdən-birə bəlaya düşə در bilərsən. دنیا طی کردی. افسار اسب را محکم بگیر و با یاد Atın cilovunu möhkəm tut. مستقیم حرکت کن. Düz yolda hərəkət et. طرف آن طرف جاده بروی که برای Nə badə yolun o tərəf bu tərəfinə çıxasan. Kömək edin! اینجا کجاست؟ Bura haradır? گاوان خرد دیگر که هستن. Bu inək, ulaqlar kimdir? زمین دیگری از زمین شهوت رسیدیم. Biz digər bir şəhvət yerinə yetişmişik. هستند. Bunlar مال حلال خود qarınpərəstlərdir ki, öz halal yeməkləri ilə ancaq qarınlarını fikirləşirlər. فکر دیگری نداشتند. Daha digər fikirləri eləmirlər. شکل خر و گاو و گوسفند نشان میدهند. Bu dəlilə əsasən onlar inək və ulaq şəklinə düşüblər. آنهایی که در سمت چپ به شکل خوک و خرس هستند. در Amma onlar ki, sol tərəfdə و فرقی میان donuz, مال حلال ayı و şəklindədirlər. مال خود و مال Bunlar مردم harama نیستند. diqqət etməyən şəxslərdir. آنها سخت در از Bunlar çox çətin əzabdadırlar. تا از آنها دور شوید. Tez hərəkət elə. خوشا به حالت. تو در دنیا Xoşal va. به غذایی که به خانه می آوردی Dünyada yeməkdə çox diqqətli olmusan نشود و در وقت غذا خوردن ki, malın haramla qarışmasın. لذا خیلی Sən راحت qarınpərvər olmamısan. اگر غیر از این بود Bu ölkədən çıxdıq. سالیان دراز فقط در همین زمین شهوت گرفتار می شدی. Əgər bu cür olmasaydı, sən uzun illər bu şəhvət yerində qalardın. اینها گوش کنندگان غیبتند.
که گاه Bunlar qeybətə qulaq asanlardır. آتش بیرون میزنند. Ağız və qulaqlarından od alıb çıxır. Onlardan uzaqlaş. در این چاه دیگر چه کسانی هستند؟ Bu quyuda kimlərdir? اینها کسانی هستند که مؤمنین را مسخره میکردند. Bunlar لب و دهان برای آنها dünyada möminləri ələ salanlardır. ایشان را برای آنها بالا میانداختند. Göz qaşlarını əyirdilər onlar üçün. Ey kaş öz əzabımdan xəbərdar olmazdım. Ey kaş ölüm mənim canımı qurtarardı. Malım dövlətim mənə fayda etmədi. Bu çirklər bizim günahkarların əzabıdır. Nə qədər bu çirklərdən yeri doymuruq. Vay ilahi. Yandım. زن در دنیا به مسائل شرعی توجهی نمیکرد. Bu qadın dünyada şər'i məsələlərə səhlənkar idi. و بدنش را برای نامحرمان Tükünü naməhrəmlərə göstərirdi. خدا از او نگذرد که چه جهان Digərləri üçün özünü bəzəyirdi و آنها را به عذاب خدا گرفتار کرد. və digərlərini azğınlığa tərəf aparırdı. میسوزند و پود میشوند. Bunlar dərd və ağrı ilə yanırlar, dəriləri aradan gedir. Allah Təbarək Təala təzədən bunlara dəri verir və yeni dərini təzədən yandırır. رباخواران این گونه کیفر میشوند. روزی 1000 بار Bunlar سوی من faizlə pul yeyənlərdir. Min dəfə gündə Allahdan ölüm istəyirlər ki, rahat olsunlar. اینها کسانی هستند که نسبت به مسائل دینی بی تفاوت بودند و انجام Bunlar عبادات برای şər'i məsələlərə etina etməyən şəxslərdir. نمازشان را ضایع میکردند و دستورات خدا را نادیده میگرفتند. Bütün Allahın əmrlərini yüngül sayırdılar. ای کاش ما Vay olsun onlara. را نزاییده بودند. Ey kaş analar bunları dünyaya gətirməzdi. خوشگذرانی şarab می‌نوشند. ای کاش O kəslər ki, günlərini xoş keçmək üçün şərab içirdilər, dostlarla eş, işrət məclisi təşkil verirdilər. Allah öz vədəsinə əməli etmişdi və bunların ağızlarından od alıb sar. هوا چرا تاریک شده است؟ خدایا Hava niyə qaraldı? İlahi. این چه سرزمینی است؟ این چه جانورانی Bu هست hansı ölkədir? که از دیدن آنها و بوی Bu hansı heyvanlardır? دل آدم به هم می‌خورد. Ki bunların نفس قطع iylərindən taqət gətirə bilmirəm, nəfəsim kəsilir. Kömək! شهوت است و اینها Kömək edin! از راه بیرون نروید. Bu şəhvət yeridir. خدا رحمت کند ایالم را. Yoldan çıxma ki, giriftar olarsan. به خدا راست گفتند Allah mənim əyalımı rəhmət eləsin ki, mənə at yollayıb. دین خود را حفظ می‌کند. Düz deyiblər ki, hər kəs evlənsə dininin yarısını qoruyub. Gərək digər yarısından Allahdan qorxam. Kömək edin! Kömək edin! Bu nə bəladır başımıza gətirdik? خدای من وحدم خجل بندگی آوردم شرمندگی
آنها کسانی هستند که در Bunlar o kəslərdir ki, گناهانی که انجام داده‌اند günahlarına görə مستقیم خارج شدند düz yoldan xaric olmuşdular صافات گناه خود دست و پا می‌زنند və öz günahlarının çirkinliklərində çapalayırlar. چون در دنیا بارها به آنها تذکر داده Çünki dünyada onlara dəfələrlə deyilmişdi ki, günahlardan çəkinsinlər. خاطر زیادی گناه و معصیت تر شده بود و چیزی نمی‌شنیدند Onlar qulaq asıb heç bir şey əmələ gətirmirdilər. و این Bunlar سرزنش çox çətin əzabdadılar. و در بدترین شرایط لب به اعتراض نمی‌گشایند زیرا در دنیا حجت بر آنها تمام Çünki dünyada hüccət bunlara tamamlanmışdı این تجسم اعمال ناشایست خودشان və bunlar da bütün nalayiq əməllərin təcəssümüdür. چه باید Nə iş görməliyik? چون در دنیا Dünyada təqva suyu olmadığına görə burada böyük çətinliyə məruz qalacaqsan. Atdan düş yerə, piyada gedəcəyik. پیاده می‌رویم Yolun qarşısına nəzər sal. چرا آن باغ‌ها آتش Bu گرفته؟ nədir? Bağlar niyə yanır? از آن کیست؟ Bu kimin bağlarıdır? باغ‌ها و بوستان‌ها از ذکر Bu bağ, bostanlar مؤمنی ساخته شده. müminin dünyada elən zikirləridir. دچار دروغ و تهمتی Və o mömin ki, yalan və töhmətlər edib, آتشی درآمده atəş şəklinə düşüb, onun bağlarını yandırmışdı. و صاحب آن درختان Əgər bu اگر ایمان ağacların مستقیم sahibi داشت، möhkəm imana sahib مرتب این olsaydı, باغ‌ها و بوستان‌ها bu bağlara əhəmiyyət qoyardı. و چنین آتشی نمی‌فرستاد Ey kaş atəşi و olamazdı. وقتی به آنجا برسد Və o zaman می‌فهمد ki oraya چه yetişdi, کاری کرده است. işlərinə baxıb آن وقت است که fəxr روح eləyərdi حسرت از نهادش بیرون می‌آید. və həsrət ولی ondan حسرت uzaqlaşardı. نخواهد داشت. از خطرات گذشتیم Xatalardan sovuşduq. اینجا Bir neçə mənzili keçəndən sonra Vadi Salama varid oluruq. بعد از طی منازل به آن وارد می‌شوند و این یکی از Və کوچکترین bu پاداشی است ən xırda mükafatlardandır möminlər üçün. پس از اینکه مجوز عبور را که Bundan از sonraki سلطان buraxılış دنیا vərəqəsini aldıq به آنها نشان دهیم və onlara nişan وارد verdik. سرزمین وادی السلام می‌شوید Vadi Salama varid olmağa başlayırıq. که این سرزمین جز سلامت و Bu پاکی yer و صداقت əmin amanlıqdan başqa bir yer deyil. به تو تبریک میگویم Sənə təbrik deyirəm. بهشت را در دنیا نادیده بهشتی خریدار شدی Dünyada əldə elədin. مجوز عبور Buraxılış vərəqəsi. از تو ندیدم جز وفا
ای مهربان و یا رحیم یا ربی یا رب یا کریم یا رب حق مصطفی به حرمت آل ابا بلما گذر از جرم ما تو را به جان مرتضی غرق گناه ای خدا غرق گناه وای 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 خدا دیگر ندارم آبرو اما منو یک آرزو چیه آرزو قلب منو ده شستشو تا که شوم پاک از خطا